Nurlanın, Sevincin, Fatimənin, Ülvinin bunların hər birinin həbsində biz ancaq siyasi bir faktlar görürük. Çünki bunların heç biri qaçanmalçı deyil. Xətai rayon məhkəməsində Bakı Baş Polis İdarəsinin qəhrəmanlıq norma barəsində verilən həbs qəti imkan tədbiri müddətinin uzadılmasına dair vəsatətə və Bakı şəhər prokurorunun təqdimatına baxıldı və Xətai rayon məhkəməsi tərəfindən verilən həbs saxlama müddəti 6 iyul 2025-ci il tarixidək uzadıldı. Tərəfimizdən ev tutaqlığının təmin edilməsindən bağlı vəsatət verildi Xətai rayon məhkəməsində, lakin ev tutaqlığından bağlı vəsatətimiz təmin edilmədi. Qəhrəman Nurlan verilən təqdimat vəsatətə münasibətini bildirərək özünü təqsiri bilmədiyini və ona elan olmuş ittihamın onun jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirdi. İndi tərəfimizdən Xətai rayon məhkəməsinin qərarından apellyasiya şikayətinin verilməsindən bağlı zəruri tədbirlər görüləcəkdir. Bugün qardaşım Nurlan Qəhrəmanlının məhkəmə prosesi keçirildi. Bizə xəbər verilmədən, ailə üzvlərinə xəbər verilmədən keçirildi. Biz ilk məhkəmədə şəxsi vəkilin gözləmədən belə dövlət tərəfindən ayrılan vəkillə tezbazar şəkildə keçirilib Nurlanı Kürdəxan təzyiqxanasına göndərmişdilər. Belə deyək, Nurlanın həbs qəti imkan tədbirində heç bir cinayət məsuliyyəti yoxdur. Nurlan azad söz dediyinə görə, jurnalistik peşə fəaliyyətini davam etdirdiyinə görə həbs olunub. Jurnalistika cinayət deyil, siyasi məhbuslara azadlıq tələb edirik. Nurlanın, Sevincin, Fatimənin, Ülvinin bunların hər birinin həbsində biz ancaq siyasi bir faktlar görürük. Çünki bunların heç biri qaçanmalçı deyil, heç biri belə deyək qeyri-qanuni işlərlə məşğul olmayıblar. Nurlanın telefonunda, mənim telefonumda da hamısı araşdırmalar olub, heç bir cinayət faktına rast gəlinməyib. Mən yenə deyirəm, biz Nurlanla fəxr edirik, siyasi məhbuslarla fəxr edirik. Biz sizin yanınızdayıq, həmişə sizə dəstəyik. Yəni biz hiss edirik ki, haçansa bu düzgün danışan şəxslər mükafatlarını alacaqlar. Hər birimizin yanındayıq. Jurnalistika cinayət deyil.